Hamıya salam, necəsiz? Və bu günləri çox nostalgik tərzdə bir video olacaq. Çünki bilmirəm necəsiz, amma mən son zamanlar TikTokda və sair platformalarda çoxlu 2016 mənə kimsə yazır. O zamanlar niyəsə köhnə blogerlərin köhnə videolarını izləyirdim və onların o vaxtları belə bir video tərzi var idi. Likes və yaxud favorites belə bir adlı videosu var idi. Yadınızdadırsa mən də ondan bir dəfə çəkmişdim. Çox keçmişlərdə öz köhnə videomu da baxdım. Və dedim ki, niyə də indi elə bir video çəkməyə, həmçinin insanlara maraqlıdır, tipa kosmetikadır, geyimdir və s. digər şeylər. Burada çox şey olacaq. Ümumiyyətcə, mənə maraqlandıran bu uzun müddətdə tipa favorit şeylərim, onları sizlə bölüşmək istəyirəm. Favoritlərimdən başlamaq istəyirəm. Birinci favoritim bu belə bir tintdir. Bilməm görürsünüz ya yox. Qarıcı bu tint çox möhtəşəmdir. Mən elə indi onu vuraram. Bu tintin plusu nədir? Birincisi, o çox qalıcıdır. İkincisi isə onunla qəşəng dodaqlara abyon vermək olur, elə bir böyütmək olur. Bilmirəm onu necə eləyirsə. Şan fikir verirsinizsə, rəngi daha qəşəng, belə dodaqların daha qəşəng olur. Bundan doğrudan da abyon yaratmaq olur deyə mən bunu artıq ikinci bankasını da işlədirəm və hamıya tövsiyə edirəm. Çox qəşəng bir tint. Siz başqa bir tintlər bilirsinizsə, mənə tövsiyə edə bilirsinizsə, mütləq şəkildə mənə tövsiyə edin. Mənə maraqlıdır. Mən yeni tintlər axtarmağa, yəni kəşf etməyə hazırım. Amma bu hal-hazırda mənim favoritimdir. Tint Lux Visage-dandır. Lip tint Hyaluron Complex Aqua Gel belə bir adı var. Məncə şəklini görsəz o dəqiqə tanıyacaqsınız. Bütün belə kosmetika mağazalarında satılırlar. Növbəti favorit mənim belə deyim yeni alış-verişlərimdəndir. Bu belə bir nəmləndirici kremdir. İlk öncə əlbəttə ki, mən bir marketoloq olaraq mən onun dizaynına prosta aşiq oldum. Mən belə sadə dizaynları çox xoşlayıram. Amma kremin özü də pis deyil, qəşəng nəmləndirici kremdir. Bu üz üçün nəmləndirici, günlük nəmləndirici kremdir. Belə mən də onu istifadə edirəm. Xoşuma gəlir. Qarıcı tövsiyə edə bilərəm. Qəşəng kremdir. Növbəti favoritim bu belə bir pamada, nəmləndirici pamadadır. Mən dodaqlarımı dişləyən adam olaraq və belə deyim, bu da sizə sübut nə dərəcədə o mənim favoritimdir. Yəni bu qədər qalıb. Mən dodaqlarımı tez-tez yeyirəm, ona görə mənə nəmləndirici pamada çox lazım olur. Bu pamada demək Yves Rocher'dəndir. Belə bir şəkildə çəkib skrin edib göstərə bilərsiniz mağazada. Qiymətini xatırlamıram, amma normal nəmləndiricilərə baxaraq qiyməti biraz baha idi, amma doğrudan da dəyər. Doğrudan da dodaqlarımı sağaltdı və qəşəng elədi. Növbəti favoritim bu, əlbəttə ki, bu necə deyim, sıvırıtqa, bilmirəm Azərbaycanca buna nə deyirlər. Peeling Solution Ordinary brendindən. Millət, bu prosta bilsiz nədir? Bu mənim üzümü o qədər yaxşı vəziyyətə gətirdi ki, mənim bütün səpkilərim olsun, üzümdə nəsə narahatlıq olanda, üzüm çirkli kimi hiss olunanda, elə bilirəm ki, burnumda misal üçün belə bir burnuma toxunursan, hiss edirsən ki, o belə düz deyil də, belə bir şeylər var, bilmirəm onun adı nədir. Qarıcı, çiməndən sonra bunu vurursunuz, yəni belə quru dəriyə. 10 dəqiqə saxlayırsınız, silirsiniz. İndi mən tam dəqiq deyə bilməyəcəm, siz yenə də bunun korobkasını oxuyun. Silirsiniz və salam. Şeydir, üzünüz olur belə parıldaq. Mən bunu çox bəyənirəm. Sonra mən sizə bu SPF-i göstərmək istəyirəm. Biraz indi havalar isinir, SPF vurmağı unutmayın. Üzünüz yanmasın deyə. Bu SPF La Roche-Posay, belədir deyəsəm brendin adı. Bu brenddəndir və çox şirin, çox yaxşı SPF-dir, yaxşı qoruyur. Belə çox belə yumşaqdır teksturası və heç cür üzü ağartmır, amma üzü parıldadır. Bilmirəm bu necə başa salmaq olar. Yəni mən xoşlayıram bunun effektinə. Və bu SPF-i xoşlayıram. Doğrudan da işə yarayan SPF-dir. Artıq neçə vaxtdır məndədir. Görürsünüz xarab olub. Amma hələ qurtarmayıb, yəni sroku qurtarmayıb. Özündə bir damcı qalıb, onu yəni vurmaq istəyirəm. Təzə SPF almışam. O SPF bilmirəm nə dərəcədə yaxşıdır, ona görə həllik onun haqqında heç nə demək istəmirəm. Və belə deyim, kosmetik deyil də, bunu da prosta Olivia mağazasını yəqin bilirsiniz, kosmetika satılan belə ən krupni mağazalardan biridir. Oradan aldığım bu hand sanitizeri göstərmək istəyirəm. Niyə görə? Birincisi bu hand sanitizer 4 manatdır, yoxsa 5 manat qiyməti var, bahadır sanitizer üçün. Amma bunun qədər yaxşısı, bunun aranjı rəngdə olanı var, o vəbşə yaxşıdır. Bunun qədər yaxşı iyi götürən, əlin çirkin təmizləyən və ümumiyyətcə qarıcı bundan yaxşı mən spirt, yəni əl spirt yaşqası, mən sizə iyrənirəm bu metrodan çıxırsan, eləyirsən, əlin hər yerə dəyinir, sonra kompütera ona əl vurasan, eləyəsən, yemək yəsən, kofe içəsən, yəni mən şey deyirəm, biraz
elə məsələlərdə çox axır vaxtlar belə titiz olmuşam. Bu mənim favoritimdir. Çünki mən artıq 3-cü bankada işlədirəm bundan. Doğrudan da bütün iyləri, nə bilim, yemək yedinsə əllə falan. Yəni bütün hər şey, əgər su olmayan yerdəsənsə, məsəl üçün biz təzəlikcə getmişdik rayonda dostlarımla gəzməyə. O vaxtda elə olurdu ki, sən tipa yemək yedin, orada ətrafda su yoxdur, например, yaxşı yer deyil ya da VC iyrəncdir, getmək istəmirsən. Bu mənə prosta xilas eləmişdi. Çox qəşəng bir şey idi. Kosmetik tərəfi bitirdik. Növbəti istəyirəm sizə aksesuar tərəfini danışım və birinci danışmaq istədiyim elə bütün favorit aksesuarlarım indi qolumdadır. Elə özüm onları taxdım ki, sonra bir də şey eləməmək üçün. Birinci bu belə Pandora qolbağıdır. Bunu mənə iş yoldaşlarım hədiyyə eləmişdi ad günümdə. Təşəkkür edirəm hamısına. Üzərindəki belə bir dənə çarım var hələ ki. Bu da Gülz Vintage Shop'un şərəfinə bir dənə çarımdır. Burada onun logotipində olan Monstera yarpağıdır. Belə bir hələ ki çox az şarmları olan bir Pandora qolbağım var və mən Pandora xoşlayıram. Məni cringe saya bilərsiniz ya da nə bilim şeydir, 2016-da qalmısan kimi saya bilərsiniz. Amma mənə bağışlayın. 2015-dəki Gül indi Pandorası var. Yəni Pandorasının olduğunu bilsəydi çox sevinəcəkdi. Original, mən heç vaxtı original olmayan Pandora almamışam. Mənə qarşı, mənim üçün bu tipi okey deyil. Belə bir qəşəng qolbağım var və mənim üçün Pandora elə bil ki, hansısa bir glamur aksesuar yerinə daha çox xatirə aksesuarıdır. Çünki hər bir üzərində olan onun şarmı müəyyən bir xatirəni əks etdirir. Misal üçün mən istəyirəm bir dənəsini kartoşun, nə bilim, 10 yaşı olanda almaq, pişik formasında misal üçün, ya da hansı xarici ölkədən almaq gedəndə ora. Bu çox qəşəng bir şeydir. Mən belə şeyləri xoşlayıram və belə deyim, o Pandora seriyasından, elə tərzdə qolbağlar seriyasından bir dənə də məndə belə bir Nomination brendindən olan qolbaq var. Burada da hələ ki bir dənə şarımdır. Ümid edirəm gələcəkdə yeni şarmlarım olacaq. Onlarda eyni elə düşünürəm ki, ya xaricə gedəndə, harasa gedəndə, hansısa hadisələr məndən baş verəndə onları elə xatirə olaraq almaq və yaxud mənə kimsə hədiyyə eləyə bilər. Yəni o hədiyyə olunsa, həmin şarm məndə həmin adamla assosiasiya olunacaq. Yəni bu çox gözəl bir şeydir. Mən belə şeyləri xoşlayıram. Hansısa bir xatirəsi olan bir şeylər mənim üçün çox vacibdir, çox xoşdur. Mən belə şeyləri həqiqətən də belə ürəkdən sevirəm. Növbəti aksesuar cəhətdən mənim favoritim, mənim belə bir çox sadə, belə Casio saadım var qara rəngdə. Belə bir saatdır. Siz sayta girsəz orada görərsiniz. Birincisi bu saat biraz şeyə oxşuyur, Cartier tərzinə oxşuyur. Amma məsələ mən heç bilmirdim ki, o Cartier tərzindədir. Mən prosta o saatı aldım və sonra internetdə araşdırdım ki, akaziyası Cartierdə də buna oxşayan bir saat var. Onun siferbladı çox xoşuma gəldi. Belə baxanda incədir, amma eyni vaxtda da biraz belə casualdır. Necə başa salım? Qarıç xoşuma gəldi və mən onu demək olar ki, hər zaman taxıram. Çox incədirlər. Paltarın üstündən də taxanda belə qarıç bu 3 dənə aksesuar mənim əynimdə hər zaman var və mən onlardan xoşum gəlir. Belə sadə bir şeydir. Bu belə bir eynək qabıdır. Hansını ki mənim padruqam, dostum, sirdaşım Gülü hədiyyə eləyib və mən orada öz belə qəribə sadə eynəklərimi taxıram. Bu eynəkləri adi bir mass marketdən almışdım, adi mağazadan. 15 manata prosta eynək idi və o eynəkləri də favorit saya bilərəm. Çünki mən onu taxıram və o məni gündən doğrudan da qoruyur. Keçək biraz daha belə ruhsal şeylərə. Ruhsal şeylərdən bu kitabları nəzərdə tuta bilərəm. Mən bu müddət ərzində çoxlu kitab oxumuşam əslində və 2 dənə kitabı, indi fikirləşdim, bir dənə kitab yadıma gəldi, elə baxdım öz kitab siyahıma. Görüşü bir dənə kitab bu Qağayı kitabıdır. Jonathan Livingston. Çox bəyəndim, super kitab idi, onu çox sevdim. Onu prosta bura qoymamışım, bilmirəm, indi o hardadır? Görün hardadır Jonathan. Вот ono. Belə. Demək bu kitab çox qəşəng kitabdır, çox tövsiyə edirəm, mütləq oxuyun. Oxuduğum kitab və bəyəndiyim kitab bu kitabdır. Bu tutmuşam da, prosta orada tərsinə görsən hərflər. Bu Mention Lutşı, bu Martin Biaugo və Jordan Mill bunların yazdığı bir kitabdır. Bu biznes, şəxsi inkişaf kimi bir şeydir. Amma mən bunu bəyəndim. Siz bilirsiniz də mən elə şeylər xoşlamıram. Amma bu kitab çox rahat yazılıb, çox qəşəng yazılıb, çox qəşəng
nümunələrlə yazılıb. Ona görə favoritlərə sala bilərəm bu kitabı. Yaxşı bir kitabdır. Normal da qəşəng kitabdır. Jonathan Livingston haqqında çox danışmayacağım, çünki o kitab çox məşhurdur. Yəni ala bilərsiniz, oxuya bilərsiniz. Mən onu çox bəyəndim. Çox qəşəng bir kitabdır. Bu əslində hobbi deyil, bu daha çox orqanizasiyadır, bu kontrol və sair belə şeylər haqqında danışsaq. Bu mənim belə bir bullet journalımdır, hansı ki prosta sadə boz dəftəri idi. Bunu mən özüm düzəltmişəm və içində mənim belə planlarım və sair var. Belə nöqtəlidir. Çünki bullet journaldır. Niyə görə bu favoritdir? Çünki rəngi sadədir, özü sadədir, içi nöqtəlidir, nazikdir, gömbul, belə jırmı bir şey deyil. Hər şey yerləşir içinə. Mən ona tez-tez yazmıram, amma istəyirəm yenidən o şeyi özümə qaytarım, tez-tez yazmaq xasiyyətini. Amma yaxşıdır. Yəni mən bunu favoritlərimə sala bilərəm, çünki bəyənirəm bunu. Mənim yormur, mənim gözümü incitmir. Yəni stolun üstündə olanda baxanda əsəbləşmirəm ona. Çünki sadədir. Çünki bundan əvvəlki bullet journalım elə idi. Mən ona baxanda əsəbləşirdim. Çox belə üstündə şəkillər falan var idi. İkinci favorit, mən onun çantasında göstərim belə. İkinci favorit bu mənim kameramdır. Hansını ki mən belə thrift, necə deyim, second hand almışam. Və o belə bir kameradır. Belə bir kameradır. Bu Canon'dır. Bundan əvvəlki videolarımda adını demişdim. PowerShoot SX10IS belə bir adı var. Çox köhnə kameradır. 10 megapiksel çəkir. Bundan qəşəng belə estetik retro fotolar eləmək olar. Mənim Instagram səhifəmə keçsəz, oradan şəkilləri mən paylaşmışdım. Necə onları çəkirəmsə, bir dənə Reels var buna aid. Qırıcı baxa bilərsiniz, çox qəşəngdir, kamera superdir, mən ondan çox razıyam, çox şirindir, çox cute'dur. Yəni aldığım və peşman olmadığım şeylərdən biridir. Çox şadam ki, kameram var və mənim ən çox xoşuma gələn şey odur ki, sən tipa özünü də çəkə bilirsən belə. Belə şeylər yəni çox redqə hardasa var. Belə bir şey, şirin bir kameram var. Növbəti favorit bu mənim AirPods'larımdır. Belə balaca, onların üstündə belə bir case var, üstündə yazı var, belə qəşəng bir notdur. Qəşəng xoş sözlərlə belə bir notu var. Məsələ case-də deyil. Case də şirindir. Конечно, Shein-də tapa bilərsiniz. Adi bir şey, belə case-dir. Məsələ sırf AirPods-ların özündən gedir. AirPods qədər möhtəşəm şey hələ ki, bilmirəm, yəni mənim qulağım hələ ki belə buna yaxşı. Bir də Marshall olar, mənim o bir Marshall naushniklərim belə böyük. Onları mən idman eləyəndə taxıram, qaçanda falan. Amma bu gündəlik üçün möhtəşəmdir. Bağışlayın, yəni bundan yaxşı ikinci heç nə yoxdur. Mən bundan çox razıyam. Bir dənə bir şey xoşuma gəlmir. Bilmirəm niyə, məncə onu mən nastroykalarda dəyişməliyəm. Qarşı bununla telefonla danışanda ya da səsli mesaj atanda çox qırıq-qırıq gedir səs. Amma Marshallımda elə şey yoxdur. Marshallımın özünün içinə qışqıranda yaxşı gəlir. Qulağımda olanda səs qırıq-qırıq gəlir. Amma bu şeydir, səs atanda WhatsAppda və yaxud Telegramda səs çox qırıq-qırıq gəlir. Çox qaranlıq oldu, bir dəqiqə gözləyin. Reska çox qaranlıq oldu, ona görə biraz pəncərəni açdım. Belə AirPods'lar hamıya tövsiyə edirəm. Mən də səhv etmirəmsə Generation 4 ən son hansıdır? Qaracı odur. Yəni material şeyləri qoyaq qırağa. Artıq onları bitirdim. Yəni mən daha çox şey sizə göstərə bilərdim, deyə bilərdim ki, nə bilim, bu favorit, o favorit. Mən belə indi belə baxıram, çoxdur da hər şey. Amma yəni ən çox yadıma gələn və yəni ilk baxışda gözümə dəyən əşyalar bunlar idi. Ona görə onları bölüşməyə qərar aldım və indi isə keçək mənim bu müddət ərzində izlədiyim film, serial və sair bu kimi şeylər. Bunların içində mənim favoritim oldu Sex and the City, belə deyəsən adı, belə biraz tərbiyəsiz adı var, amma yəni film özü də elədir əslində. Film deyil, bu serialdır. Yəqin bilirsiniz, Carrie Bradshaw, onun podruqaları, yəni çox populyar bir serialdır və mən onu izləməmişdim. Mən ona özümü hazır hiss eləmirdim, amma artıq özümü hazır hiss elədim və ona baxdım və o məncə çox möhtəşəm bir serialdır və mənim hal-hazırda dayım qızım ona baxır və o da prosta şokdadır. Hər 5 dəqiqədə hər yeni seriyadan məndən müzakirə eləyir ki, ayda gördün nə baş verdi, tipa belə elə və mən bağışlayın, mən bu seriala o qədər düşdüm belə. Siz necə
dayanmadan mən ona baxırdım. Hər gün, hər saat yüklüyürdüm telefonuma, yolda baxırdım. Yəni mən çox belə fanatik dərəcədə bir şeyə, çoxdan da belə fanatikləşmirdim. Birincisi, baş qəhrəmanların personalitesi mənə maraqlı gəlirdi. Çox belə fərqli adamlar, 4 nəfər podruqa və baş qəhrəman Carrie Bradshaw'nun xasiyyəti, onun geyim tərzi çox möhtəşəmdir. Yəni superdir, idealdır. Mən çox razı qaldım serialdan. Bir dənə narazı qaldığım şey, əlbəttə ki, serialdan sonra çıxan filmlər idi. İlk filmə necəsə dözmək olar, yəni ki, belə dözə-dözə baxmaq olar. Yəni personajların dərdindən və Carrie'nin oradakı geyim tərzindən. Amma ikinci seriya məni bağışlayın, mən ona baxa bilmədim. Çox bərbad idi. Əgər mən narazısınızsa, xahiş edirəm kommentlərdə bildirin ki, baxıbsa həmin seriala. Oyda, mən prosta məhv oldum. Yəni bu nə ujus idi. Mən bu serialda prosta şoka girdim. Çox pis idi. Çox, yəni axırıncı film çox pis idi. Axırıncı film deyəndə mən indi çıxanı demirəm. 2 film çıxmışdı onun ardından. Və mən onu deyirəm. İkinci filmi mən dözə bilmədim. Ən son çıxana isə baxmaq istəmirəm, qorxuram. Çünki mənim üçün serial o qədər belə dəyərlidir ki, mən elə şeylərdən korlamaq istəmirəm öz vpечатлениями həmin serial haqqında. Yəni həmin seriala olan eşqimi korlatmaq istəmirəm mənasız şeylərlə, filmlərlə, hansılar ki, yalnız kommersiya məqsədi ilə yaradılıb. Mənim beynimdə yalnız serialdır, yalnız oradakı Carrie'dir, yalnız oradakı qızlardır. Mən başqa şey heç beynimə belə qoymaq istəmirəm. Növbəti bu animedir. Çox qəribədir. Mən belə deyim, animelərə baxanda çox çətinliklə yaxşı bir şey tapa bilirəm. Çünki mən çox title izləmişəm və hamısı mənə oxşar gəlir, mənə ləzzət eləmir də və son zamanlarda belə super şeylər çıxsa da onların yeni sezonları yoxdur. Sən davam eləyə bilmirsən tupa. Və mən nəsə axtarırdım. Mənim bacım bir dənə mənə tövsiyə elədi. Dedi ki, o onun mangasını oxuyub və onun indi animesi çıxıb və çox qəşəng risovkada çıxıb, yəni qəşəng çəkilib. Bax ona və mən prosta ona aşiq oldum. Bu animenin adı səhv etmirəmsə Memuarı Farmatsevta belə olmalıdır. Mən buradan usta şəklim və falan qoyacağam. Anime çox qəşəngdir. Yəni niyə görə qəşəngdir? Birincisi, süjet yaxşıdır. Biraz mənə Möhtəşəm Yüzyılı xatırladır. Çünki orada da eyni temalardır. Tam orada prosta imperatordur və onun nə deyirlər ona Azərbaycanca bilmirəm. Naложница nədir Azərbaycanca? Nədir? Xatunları, xanımları, necə deyim? Qarıcı da o qadınlar hansılar ki, ona uşaq etməlidirlər ki, yeni imperatorun naslednikləri olsun, elə bil ki, onun varisləri olsun. Və orada toçna, orada çox belə ilk başlıqda konkretlə mənə Möhtəşəm Yüzyılı xatırladırdı. Mənim lampam söndü. Aha, möhtəşəm. Bu da o deməkdir ki, videonu qurtarmaq lazımdır. Mən çox bəyəndim, baş qəhrəmanı çox bəyəndim ki, o ağıllı bir qızdır, yəni ki, hansısa tupitsa deyil, çox ağıllı, ona heç bir mən lazım deyil ki, özünü sübut eləsin, möhtəşəm personajdır, çox xoşuma gəldi, çəkiliş çox xoşuma gəldi, ən əsas budur. Və qarıcı mən çox bəyəndim. Sizə tövsiyə eləyirəm həmin animeni. Boş bekarsınızsa mütləq baxın. Doğrudan da belə adamın beynini rahatladan, sakitləşdirən yumor hissi yerində, intriqalar yerində, dedektiv yönü yerində, həm sevgi şeyləri var orada. Liniyalar var, onlar yerində, çox qəşəngdir, mən çox bəyəndim. Və sonuncu oydu, mən bunu necə unuda bilərdim. Və sonuncu baxdığım və çox bəyəndiyim şeylərdən biri, indi şoka girəcəksiniz, bu Azərbaycan serialıdır və bu Əqrəb Mövsümü adlı bir serialdır. Mən sonuna qədər buna baxmaq istəmirdim. Mən heç baxmaq istəmirdim. Çünki mənə adı qəribə gəlirdi, gözləmirdim nəsə yaxşı bir şey olacaq. Mən son zamanlar ümumiyyətlə Azərbaycan filmlərinə falan o qədər baxmıram, yeni çıxan nələrsə güvənim olmur da. Amma bu serialı mən çox bəyəndim, hər birinizə tövsiyə edirəm. Bu ikinci sezona görə mən ona baxa bildim. Çünki mən ikinci sezondan rastlaşdım. Ona tam baxdım, çox xoşuma gəldi. Sonra birinciyə baxdım, birinci də qəşəngdir, amma ikinci sezon möhtəşəmdir. İkinci sezona baxın mütləq. Birinciyə baxmaq istəməsəz də ikinciyə mütləq baxın. Çünki ikinci sezon mənə prosta fəth elədi. Mən sizə çox tövsiyə edirəm. Rejissora çox böyük təşəkkürlərimi bildirirəm ki, Azərbaycan dilində belə qəşəng bir serial var. Ümumiyyətcə çəkilib. İndi deyirəm, arda da gələcək. Mən gözləyirəm. Hər birinizə çox tövsiyə edirəm serialı.
Belə. Və bu qədər bu mənim favoritlərim idi. Hansılar ki, belə qısa bir müddət, nə bilim 3-4 ay, bəziləri çox uzun müddət ərzində yaranıblar. Ümid edirəm bu video sizin xoşunuza gəldi. Əgər elədirsə, videoya like qoymağı unutmayın və ümid edirəm sizi bu günləri müəyyən qədər biraz o 2015-16-cı illərə ata bildim. Nə vaxt ki, hamı likes çəkirdi və əgər siz bu videonu bəyəndinizsə, mənə abunə olmağı unutmayın və videonu paylaşın dostlarınız arasında. Короче, promotion çox oldu. Mən sizlə sağollaşıram. Sağ olun.